Yəni monopolistin də marağındadır mı bu qiymətlər artmasın, yoxsa başqa bir səbəbi var qiymətlərin belə artmasının? Təbii ki, monopolistin marağındadır. Çünki o əgər bütövlükdə hər hansı bir məhsul onun nəzarəti altındadırsa və alıcının bu məhsulu başqa yerdən almaq imkanı yoxdursa, təbii ki, o qiymətlərin qaldırılmasında maraqlıdır. Təbii ki, dünyanın bir çox ölkələrində qiymət siyasətində müəyyən dəyişikliklər baş verir, qiymətlər qalxır, qiymətlərin qalxması ilə əlaqədar narazılıqlar olur, sonra qiymətlər endirilir və s. Amma məsələn, Azərbaycandakı qiymətləri qərb dövlətlərində olan qiymətlərlə eyniləşdirmək və müqayisə etmək ümumiyyətlə məsələyə yanlış yanaşmadır. Çünki onda ilk növbədə gəlirləri də müqayisə etmək lazımdır, maaşları da müqayisə etmək lazımdır. Əgər məsələn, deyək ki, məsələn, Hollandiyada ya İsveçdə hər hansı bir sahədə çalışan, deyək ki, müəllimin maaşı, həkimin maaşı Azərbaycanda olduğundan 10 dəfə, 15 dəfə, 20 dəfə çoxdursa, İsveçdə olan qiymətlərlə Azərbaycanda olan qiymətlər arasında hətta 2 dəfə fərq varsa da belə, bu tamamilə Azərbaycanda vəziyyətin acınacaqlı olmasının göstəricisidir. Məsələn, hətta İsveçdə qiymətlər Azərbaycandan 2 dəfə artıq olsa, bu əmək haqlarının müqabilində belə bir nəticəyə gəlmək olar ki, Azərbaycanda hər hansı bir məhsulu əldə etmək üçün Azərbaycan vətəndaşı öz gəlirlərinin daha yüksək faizini, yəni 5 dəfə, 6 dəfə, 10 dəfə yüksək faizini həmin məhsul üçün ödəməlidir. Yəni, tək qərbdən getmir söhbət, elə şərqlə müqayisə edək ki, dərmanlardan söz düşdü, siz dərmandan başladınız. İndi bizim yaşımız elədir ki, dərmanlardan istifadə edirik, fanın qiymətlərini bilirik. Mən, məsələn, ürək xəstələri üçün lazım olan vacib bir dərman, Plavix adlanan bir dərman var. Populyar bir dərmandır, dünyanın bütün ölkələrində var. Məsələn, Plavixin Azərbaycanda qiyməti, onun bir qutusunun qiyməti 30 manatdan 35 manata qədərdir. Gürcüstanda 10 manatdır. Yanımızda burada. Baxmayaraq ki, məsələn, Gürcüstanda əvvəllər qiymətlər Azərbaycanda olduğundan aşağı idi bütün sahələrdə. Xüsusilə Rusiyadan oraya, təkcə Tbilisiyə 100 mindən artıq şəxs köçdükdən sonra bu müharibə illərində orada qiymətlər qalxıb və bir çox göstəricilərə görə qiymətlər Azərbaycanda olduğundan da yüksəkdir. Ancaq əsas tələbat mallarına olan qiymətlər orada normaldır. Yəni, dərman qiymətləri Azərbaycandan 2 dəfə, 3 dəfə, bəzi hallarda 5 dəfə ucuzdur. Məsələn, adi çoxlarının istifadə etdikləri aspirin, kardiyo və digər bu tipli dərmanlar. Məsələn, Azərbaycanda 4 manata, 5 manata olan dərman Gürcüstanda 1 manatadır bizim pulları hesablasaq. Türkiyədə 1 manatadır, Avropada 2 manatadır. Türkiyədə də dedin ki, ucuzdur. Yəni, xeyli ucuzdur, fərqli ucuzdur. Və dərman elə bir şeydir. Məsələn, ətin qiyməti görürsünüz, gah qalxır, indi 50 qəpik aşağı düşüb. Çünki bunu tam şəkildə monopoliya götürə bilmirlər. Çünki kimlərsə ət istehsal eləyə bilir, amma heç kəs dərman istehsal edə bilmir. Yəni, dərman tam şəkildə monopoliyadadır. Ona görə dərmanların qiymətləri fantastik olaraq dünyanın bütün ölkələrində olur.